Salam, bugün sizlərlə alqoritmlə bağlı olan bəzi testlərin sualların izahına baxacağıq və bunlarda digər sualları tətbiq edə bilərsiniz. Yəni, oxşar sualları tətbiq edib, yəni alqoritmi tam olaraq mənimsəyə bilərsiniz. Gəlin, birinci başlayaq, 5-ci sualdan davam edək. Burada yazılıb verilmiş blok sxem fraqmentini yenitirlikdə A və C dəyişənlərin hansı qiymətləri çap olunur? Əgər alqoritmdə belə bir forma veribsə, təbii ki, biz burada yoxlayacağıq ki, rəqəmləri yerinə qoyacaq. Əgər şərt ödəsə həq oluna, yox ödəməsə yox oluna daxil olacaq. Gəlin eləyək. Bir də snipping toolumuzu açaq. Buradan bir dənə bunu vuraq. Bir dənə çəkirəm. Gözləyəm. Snipping tool. Çəkirəm, buranı çəkdim. Sonra bax, birinci nə deyir? Deyir, A-nın qiyməti -3. Biz götürürük, bura A dəyişəni yazırıq. Bir də bura götürürəm, yazıram C-ni. A-nın ilkin qiyməti -3-dür, düzdür. Bura -3-ü qoyanda. A-nın yerinə -3 qoyanda, burada deyilir A-nın qiyməti -2, düzdür. A -2-ni alanda C hansı qiymət alır? -5 plus 1, yəni -4 qiymətini alır. Sonra baxıram ki, -2 böyükdürmü 0-dan şərtini yoxlayıram. Ödəsəydi həq qoluna gedəcəkdim. Yox, ödəmirdi, avtomatik hansı qola gedəcəm? Yox qoluna. Baxıram ki, ödəmir. Onda hansı qola gedirəm? Yox qoluna gedirəm. Bax, yazıram bura -1. Sonra bu -1 olanda görürəm ki, bu da 1-1 artır da. Burada olur -3. -1 böyükdür 0-dan, yox. Onda bir dənə hansı qola gedəcəm? Yox qoluna gedəcəm. Sonra gətirəcəm, bura yazacam. Bura 0 olanda bura neçə olur? -2. 0 böyükdür 0-dan, yenə yox qoluna gedəcək. A-nın qiyməti olacaq neçə? A-nın qiyməti onda 1 olacaq. C-nin qiyməti neçə olacaq? -1. Hə, baxırıq ki, A daması 0-dan böyükdürmü? Baxırıq ki, hə, böyükdür. Onda deyir ki, C bərabərdir, C plus 1. Yəni, C-nin artıq növbəti qiyməti, yeni qiyməti, -1 üstə gələk 1, yəni bu neçə eləyəcək? Yəni 0, düzdürmü? Burada deyir C plus 1. 0 böyükdürmü 0-dan? Gəlirəm, baxıram. C-nin yerinə axırıncı neçə almışdım? A0 qoymuşdum. A0 böyükdürmü 0-dan? Yox. A-nın növbəti qiyməti 1 olur. C-nin bu -2 qoyanda, -4, -1 qoyanda, -0 qoyanda, -2, 1 qoyanda, -1. Bu 1 olanda C-nin növbəti qiyməti nə olur? -1 olur. A-nın qiyməti -1-dir. Gətirirəm, yazıram ki, C bərabərdir, C plus 1. Onda baxıram ki, C plus 1 olur, 0 olur. 0 böyükdür 0-dan. Böyük olsaydı, əgər bu şərt ödəsəydi, həq qoluna gedəcək. Deyir, yox, böyük deyil, yox qolunda. Yox qolunda da aynen C-nin nəyini istəyir? Çapını istəyir. Baxıram ki, A-nın qiyməti 1 olur. C-nin qiyməti nə olur? 0 olur. Sadəcə yerinə qoyuram. Şərt ödəsə həq qoluna gedirəm. Yox, ödəməsə hansı qola gedirəm? Yox qoluna daxil olmuş oluram. Gəlin, növbəti suala baxaq. Burada deyir ki, misal üçün, alqoritm determinlik xassətiliklə nə nəzərdə tutulur? Determinlik müəyyənlik xassəsinin ikinci adıdır. Biz, misal üçün, testdə danışanda demişik ki, alqoritmin neçə xassəsi var? Kütləvilik, diskretlik, determinlik, nəticəvilik. Bunlar alqoritm nələrdir? Xassələrdir. Və nəzərinizə çatdırım ki, ümumi olaraq kütləvilik odur ki, yəni alqoritmdə bu sinifdən aid olan bütün məsələlər üçün eyni qaydada həll olunur. Bu kütləvilikdir. Nəticəvilik sonlu sayda addımların yekunu. Bu nəticəvilik xassəsidir. Diskretlik xassəsi var ki, diskretlik xassəsində hər bir addımın sonu olmalıdır. Bu diskretlik xassəsidir. Yəni, ümumi olaraq müəyyənlik xassəsi, determinlik xassəsi nədir? Hər bir addımı dəqiq və bir mənalı olmalıdır. Bu da müəyyənlik xassəsinə aid olan bir nəzəriyyə olan sözdür. Və siz nəyi yadda saxlamalısınız? Misal üçün, kütləvilik deyilən bir anlayış var. Testdə çox vaxtını təkrarıqdırır. Yazır ki, tələbəyə bunlardan biri alqoritm informasiyanın xassəsi deyil. Diskretliyi qoyur. Diskretlik nəyə xassəsidir? Alqoritm. Deməli, cavabda diskretlik görsəz,
informasiyanın xassəsini soruşsa, onu səhv götürər. Çünki informasiya yox, alqoritm xassəsidir. Misal üçün, yazır ki, bunlardan biri informasiyanın xassəsi deyil. Götürür variantların içində kütləviliyi də qoyur. Amma tələbə götürür kütləviliyi, fikirləşir ki, informasiyanın xassəsi olar. Amma kütləviliyi informasiyanın yox, nəyin xassəsidir? Alqoritmin xassəsidir. Yəni, bu da belə. Gəlirəm ki, burada bəzi bu tipli testləri yazıb A və C dəyişənlərin hansı qiymətin alqoritm nəticəvilik xassəsi ödənir. Nəticəvilik xassəsi o deməkdir ki, yəni yekunda mən nə edə bilirəm? Yekun qiymət ala bilirəm. Bu testləri, bu tipli testləri, bu tipdən testdən bir hardasa çoxdur. Bunların hamısını variant qoymaqla həll edə bilərsiniz. Gəlin bir dənisini yoxlayaq. Mən bu bir buranın şəklini çəkeyim. Baxın, testdə bizə nə deyir? Deyir ki, bax qardaş, A və C dəyişənini verib. A və C dəyişənini verib. A, C verib. Yazıb ki, A, bu da C. Deyir, nəticəvilik xassəsi ödənir. Ödənmir demir, ödənir deyir. Yəni, sən elə bir rəqəm qoymalısan ki, bu variantlarda. Avtomatik gəlin, mən neyiniyim? Cavab ala bilim. Baxıram A variantına. A-da deyir, A-nın qiyməti -2, C-nin qiyməti, ilkin qiyməti neçə olsun? Müsbət 2. A-nın yerinə -2-ni qoyanda burada olur -3. A kiçikdirmi 0-dan? Baxıram ki, hə, kiçikdir. Ondan hansı qola gedəcək? Hə qoluna. -3 olandan sonra bir dəfə də -3-ün üstə -1 gələndə nə edəcək? -4 olacaq. Təzədən bu qola gələndə A kiçikdirmi 0-dan yenə bu şərt ödür. Yenə gedəcək hə qoluna. Artıq -5, -6 artıq biz görəcəyik ki, burada nə edir? Sonsuz döngüyə girir. Avtomatik biz başa düşürük ki, sən demə A-nın qiyməti nə ola bilməz? Mənfi ola bilməz. Əgər nəticəvilik xassəsinin ödənməsini istəyirəmsə. Sırf bu testə görə deyirəm ha. Yəni elə bir test ola bilər ki, A-nın qiyməti mənfi də ala bilərsən. Tələbələr çox vaxt bunu karxırlar. Elə bilir ki, hər dəfə A-ya mən mənfi qiymət deyirəm. Yox. Bu testdə A mənfi qiymət ala bilməz. Çünki mənfi qiymət aldıqda hər dəfə onsuz da 0-dan kiçik olduğu üçün hər dəfə hə qoluna gedəcək. Və belə cavab yuvarlanacaq. Ona görə nəticəvilik xassəsi ödənməyi üçün, yekun cavab almaq üçün biz A-nın mənfi qiymətlərini çıxmalıyıq. Və burada da gözəl şəkildə A, B, C, D, Y variantı, C-də yox, C variantından başqa bütün variantlarda A-ya mənfi qiymətlər qoyub. Onu biz cavab olaraq nə variantını götürəcəyik? C variantını götürmüş olacaq. Yəni C-də həqiqətən də qoysaz, yekun bir nə edə bilərsiniz? A və C dəyişən üçün yekun qiymət tapa bilərsiniz. Bu dediyimiz testdə belə idi. Gəlirəm başqa nəyə. Baxıram. Burada algoritmin blok sxemlər, fiqurların formalarını istəyir. Məsələn, biz demişik ki, 6 bucaqlı fiqurdan istifadə olsa, bu modifikasiyalı deməkdir. Şərt bloku budur, giriş-çıxış, belə deyək də, ümumi olaraq başlanğıc və son hesab blokudur, ədədlərin daxil edilmə blokudur. Bu da bunlara uyğun dəyişdirilmiş olur. Gəlin baxaq. Məsələn, burada da nə deyir? Nəticəvilik xassəsi ödənir. Yekun burada rəqəmləri variantlardan qoyursunuz. Yəni, digər sualdakı kimi. Şərt ödəsə, deməli, yəni, yekun bir nəticə ala bilsəz, son qiymət ala bilsəz, həfsə. Amma yox, buradakı sonsuz bir döngüyə girirsə, o nəticəvilik xassəsinin pozulmağı deməkdir. Gəlirəm. Algoritmdə xətti budaqlanan dövrü o heyətini qabaqda görəcəyik. Burada deyir ki, aşağıdakı algoritm fraqmentində dövrün gövdəsi neçə dəfə yerinə yetirilir? X-in qiyməti 10-dur, Y-nin qiyməti 1-dir. X bərabərdir, X plus Y. X-in birinci, dövrün gövdəsi nədir? Bu tərəfdə, düzdür. Biri var ön şərtli, biri var son şərtli. Və bu son şərtlidir. Çünki şərt bloku ən sonda gəlib. Yəni, hesab blokundan sonra gəlib. Yox, əvvəldə gəlsəydi, bu ön şərtli olardı. Baxıram ki, X plus Y. X-in üstə gəldi, X-in qiyməti neçə oldu? 11. Deməli, bu bir dəfə bu ödədi. X kiçik bərabərdir 11-dən. Yox. Avtomatik yox qoluna gedir. Yox qoluna da isə verməyib. Sizdən testi soruşur ki, algoritmin fraqmentində dövrün gövdəsi neçə dəfə yerinə yetirilir? X plus Y-ni mən neynədim? Cəmi neçə dəfə üstə gəldim? Bir dəfə. Çünki niyə? Avtomatik bu şərt ödəmədi. Avtomatik yox qoluna getməliyim və yox qolunu mən heç də verməyib. Cavab onda bir dənə qalır. Yəni 15-in cavabı olacaq nə variantı? A variantı olmuş olacaq. Yəqin ki, mən başa düşdüm. Sonra gəlirəm. Bu tipli suallara 17. Burada qabaqda da nə oxşar sual var? 23.
Şu bu suallarda diqqətli olmalısınız. Necə diqqətli olmalısınız? Bax yazıb ki, Z bərabərdir A plus B bölünsün C. Həll algoritmini hansı strukturda qurmaq olar? Uşaqlar, biz algoritm strukturu quranda, algoritmin hansı struktur formaları var? Birinci canlı yadımıza salaq. Biz bilirik ki, algoritmin düz 3 dənə strukturu var. Xətti. İkinci nədir? Budaqlanan. Üçüncü də dövri. Gəlirəm, baxıram. Yazıb ki, A plus B bölünsün C. Məsələnin həll algoritmi hansı strukturda qurmaq olar? A plus B-ni nə rəqəm kimi verib? Tam ədəd kimi. Biz bilirik ki, A plus B bölünsün C. Burada hökmən hamının bilməli olduğu məktəb vaxtından keçdiyimiz bir şeydir ki, kəsrin məxrəci 0 ola bilməz. Deməli, burada yazdığımız C qiyməti nə olmalıdır? 0-dan fərqli olmalıdır. Və bu da bir də nə yaradır bizim üçün? Şərt yaradır. Əgər şərt varsa, bu budaqlanan algoritmdir. Yox, əgər şərt yoxdursa, dümdüzdürsə, bu xətti algoritmdir. Və burada şərt yaranır. Çünki niyə? C-nin qiymətlərdən böyük olmalıdır, 0-dan böyük olmalıdır. Və yaxud da ki, kiçik olmalıdır, amma 0 ola bilməz. Ümumi olaraq. Deməli, biz burada gördük ki, bu testimiz tam ədəd deyil deyə. Tam ədədlərdə biz bilirik hansı ədədlərdir? Mənfi sonsuzluqda, müsbət sonsuzluğa qədər bütün ədədlər tam ədədlərdir. Ona görə cavab olacaq nə variantı? B variantı. Və misal üçün, buna oxşar bir dənəsinə baxaq. Və misal üçün, 23-cü sualda nə deyir? A plus B bölünsün C. Burada C-yə nə rəqəm verilib? Bunlar natural ədəddir də onsuz. C-yə natural ədəd verirsə, natural ədədlərdə biz bilir haradan başlayıb? 1-dən 1, 2, 3, 4, 5. Yəni C istənilən bir qiymət ala bilər. Yəni burada dümdüz düstur olduğu üçün artıq burada heç bir şərt yaranmayacaq. Onda olacaq bunun cavabı nə? Xətti qrafik. Xətti struktura malik olacaq. Bu dediyimizdə şeylər belədir. 25-ci sual bayaq nəticəvilik xassəsinin yoxlanması ilə bağlı olan sual idi. Doğrunu, yanlışı buranı yoxlaya bilərsiniz. Sonra 27 tipli sual var. 27 tipli suallar təkrarlamalar sayını soruşanda yuxarıdan aşağına çıxıb, üzərinə bir gəlib bir-birinə vurmaq kifayətdir. Məsələn, 3-də aşağı 1-dir. 3-dən çıxmalısınız 1-i, vurasınız nəyə? 1-ə. Üstə gələsiniz 1-dən, üstə gəlib 1 gəlib, sonra vurasınız. 4-dən çıxacam 1-i, üzərinə gələcəm 1-i, burada 2 verib, 2-dən çıxacam 1-i, üstə gələcəm 1-i, Şimdi burada məsələ budur ki, hər dəfə 1-2-ni verir. Hər dəfə 1 vermir və fərqli rəqəm də verə bilər. Tələbə deyir ki, olsun müəllim, yuxarılarını bir-birinə vuraq da. Onsuz aşağıları 1 verilibsə, təbii ki, o da təzədən 1 çıxıb, üstünə 1 gələndə rəqəm eyni alınır. Amma yox, 1 verməyib 2 sad versə, artıq orada məsələ fərqlənir. Məsələn, aşağıya 2 yazsaydı, onu belirləyəcəkdik. Bax, tutaq ki, belədir. Bura 6, bura, misal üçün, bura 6 yazıram, bura 3 yazıram. 6-dan 3-ü çıxıb, üstünə 1 gəlməliyim. Yəni 4 eləməli idi. Yəni bu tipli sualların həlli belədir. Sonra gəlirəm. Burada suallar sadəcə misalda yerinə qoyursunuz. A-nın yerinə misal üçün 3-ü qoyuram. C-nin yerinə neçəni qoyuram. Yenə 3-ü qoyuram. Yəni bu misal çəkək. Baxıram ki, A-nın deyək ki, A və C dəyişənlərinin qiymətlərini tap. A yazıram, burada bir dənə yazıram, C qiyməti yazıram. A çıxılsın 1. A-dan 1 çıxanda neçə eləyir? 2 eləyir. C-dən 1 çıxanda neçə eləyir? 2 eləyir. Biz tutuq aşağı yuxarı bunların şərtləri eyni olacaq. Yazıb ki, A böyükdürsə 0-dan həll olunacaq. A 0-dan böyükdür, bəli, böyükdür. Onda həll olunacaqda bura 1 olur, onda burada 1 olur. Burada onda 0 olur, burada da onda 0 olur. Gəlirəm bura, yəni bir daha yazmayacağım da, 0 böyükdür 0-dan, avtomatik baxıram ki, yox. Yəni bu şərt neynəmədi artıq? Ödəmədi. Onda yox qoluna gedəcək. Yazacaq ki, C böyükdürmü 0-dan? C-nin özü elə 0-dır. 0-dan nə ola bilməz? Böyük ola bilməz. Onda deməli, A-nın da qiyməti, C-nin də qiyməti nə olacaq? 0 olmuş olacaq. Yəni yox qoluna deyir, əgər bu şərt ödəməsin. Yox, ödəsəydi həll qoluna qayıdacaqdım təzədən. Və şərt ödəmədiyi üçün A-ya da C-ya da yekun qiymətini tapmış oluram. 0-ı tapmış oluram. 31-ci sualın həlli də bu qayda ilə idi.
Sonra uşaqlar gəldik bura 33-cü sualla. 33-cü sualda belə deyir. Dövrün gövdəsi var, şərt var. Dövrün gövdəsi, sonra şərt gəlirsə bu ön şərtlidir. Yox, daha doğrusu dövrün gövdəsi, sonra romb gəlirsə, yəni şərt gəlirsə bu son şərtlidir. Yəni şərt sonda gəlir, belə adından da görsənir. Şərt qabaqda, dövrün gövdəsi sonrada gəlsə bu nədir? Standart ön şərtlidir. Bizim misalda dövrün gövdəsi qabaqda gəlib, şərt ən axırda gəlib. Yəni sondur da bizim şərtimiz. Onun cavabı nə olacaq? Son şərtli olmuş olacaq. Bu dediyimiz şey də belədir. Gəlirik uşaqlar, gəlirik nəyə? Biz baxırıq 34 tipli suallara. Neçə dəfə təkrarlanır? Sadəcə rəqəmləri yerinə qoyursunuz. Neçə dəfə o rəqəmdən almışsa, həmin rəqəm təkrarlanmaların sayını göstərir. Gəlin eləyək. Misal üçün A32-dir. A-nı 2-yə bölündə neçə edir? 16. Dövr neçə dəfə edir? A kiçikdirmi 4-dən? Baxıram ki, 4-dən kiçik deyil. Onda nə olur? Yox qoluna gedir. Bir dəfə də dövrün gövdəsinə. Bir dəfə dövrün gövdəsinə girdi. A-nın növbəti qiyməti nə oldu? 8 oldu. 8 kiçikdirmi 4-dən? Yox, 4 olur. Burada da onda ödənmir. Burada nə qalır? 2 qalır. 2 qalanda 2 4-dən böyükdürmü? Yox. Avtomatik nəyə gəldi? Yox qoluna. Sonra mən nə edəcəm? Yuxarı nə etməliyəm? Saymalıyam. 16 qiyməti, 8 qiyməti, bir də hansı qiymət aldım? 4, bir də 2 qiymətini aldım. Dövrün gövdəsini yerinə qoydum. Şərti 4 dəfə bu rəqəmlərə uyğun verdim. Cavab oldu 4. Yəni neçə dəfə təkrarlanır? Cavabı olacaq 4. Sonra nə? 36 tipli sualda bizə deyir ki, blok sxem hansı formadadır? Əgər 6 bucaqlı verilibsə, bu modifikasiyalı blok sxem formasına aid olmuş olur. Modifikasiyalı. Burada gəlir 37-ci sual. X kiçikdir 0-dan, x böyükdür 0-dan. Deyir, burada hansı algoritm üstünlükdən istifadə etmək lazımdır? Heç nə, standartdır da. X-ə istənilən bir qiyməti qoya bilərsiniz. Böyük və yaxud da kiçik. Bu qiymətləri qoyanda artıq bu nə olacaq? Xətti formada olacaq. Yəni xətti algoritm. 37-də cavab nə olacaq? A variantı. Yox, əgər orada kəsr tipli ifadə olsaydı, məxrəcdə C falan yazılsaydı, onda razıyam. Onda olacaqdı budaqlanan şərt yaranacaqdı da, yəni C0 ola bilməz. Bu tipli